Bugünkü dərsimiz doymamış bir əsaslı karbon turşları olacaq və bir də iki əsaslı karbon turşları. Deməli, doymamış bir əsaslı karbon turşlarının ümumi formulu CnH2+1COH. N'in qiyməti 2-dən başlayır. Yəni, birinci nümayəndəsi N2. Akrit turşusu. Ya da propen turşu da demək olar. Sonra, məsələn, metakrit turşusu. Bir də ali karbon turşuları var. Məsələn, belə başlayaq. İstirahin turşusu, təbii ki, doymuş karbon turşusudur. Doymuş ali karbon turşusudur. Bundan 1 mol hidrogen qoparsa, yəni C17H33 COOH. Buna olein turşusu deyəcəyik. Bu formulun, yəni ümumi formula uyğun gəlir. Yəni bu CnH2+1 COH formula uyğun gəlir. Və belə də 1 mol hidrogen ayrıldığı üçün karbonlar arasında bir ədəd 2 qat rabitə var. Bir dənə 2 qat rabitə var. Məsələn, belə deyək, istirahin turşusundan 2 mol hidrogen qoparsa, yəni 4 hidrogen qoparsa, nə yazacaq? 4 hidrogen çıxırsa, C17H31COOH. Ninol turşusu. Yəni 2 dənə 2 qat rabitə olacaq. Əgər 3 mol hidrogen qoparsa, yəni 35, 6 hidrogen qoparsa, nə olacaq deməli? C17H29COOH. Linolin turşusu. Burada da 3 dənə 2 qat rabitə olacaq. Deməli, olein turşusunda 1 ədəd 2 qat rabitə var. Linolda 2 ədəd 2 qat rabitə var. Linolin turşusunda 3 ədəd 1 qat 2 qat rabitə var. 3 dənə. Olein, linol və bircə olein turşusu ümumi formula uyğun gəlir. Amma bu ikisi, yəni bu formula uyğun gəlmir. Və olein, linol və linolin turşuları hər üçü bunlar hər üçündə sins trans izomeri göstərir. Hər üçü sins trans izomeri göstərir. Sual düşür. Hansı karbon turşuları sins trans izomeri göstərir? Həndəsi izomerlik, fəza izomerliyi. Bu üç turşu. Alınması, məsələn, halogenli karbon turşuların, məsələn, qələblə reaksiyası, dihalogenli birləşmələrin sinklə reaksiyası, sonra oksid turşuların dehidratlaşması, bunlara aid misallar yazaq. Məsələn, deyək ki, halogenli, yəni karbon turşuların qələblərlə reaksiyası.
natrium hidroksiddə, spirt mühitdə. Buradan xlor natriumla birləşir, hidrogen OH-la. Yəni bu cür alınır. Akrit turşusu. Sonra dihalogenli birləşmələri, məsələn, sinklə reaksiyası. Xlorlar sinklə birləşir. Və sink klorid. Sonra oksid turşuların dehidratlaşması. Məsələn, deyək ki, süt turşusu. Bunun dehidratlaşması. Yəni OH, buradan da hidrogen ayrılır. Akrit turşusu və su. Yaxşı, yazaq. Kimya xassəsi. Məsələn, ümumi turşu xassəsi hansılardır? Turşu xassəsi. Metallarla daxil ola bilir. Akrit turşusu deyək ki, üstəcərək kalium. Kalium akrilat tuzu və hidrogen. Başqa metallarla yazmaq olar. Deyək ki, maqneziumla yazaq. Yaxşı. Maqneziumla. Belə. Bir də hidrogen. Məsələn, metal oksidal reaksiyasını yaza bilərik. Nə alındı? Və su. Əsaslı reaksiyasını yaza bilərik. Nə alındı? Natrium akrilat və su. Məsələn, spirtlərlə mürəkkəb efir alınır. Spirtlərlə mürəkkəb efir alınır. Efirləşmə reaksiyası. Akrit turşusu üstəcər, məsələn, etil spirti. Deməli, buradan OH, buradan nə çıxır? H. Etil akrilat efiri. Məsələn, metakrit turşusu metil spirtlə
Nedir? Buradan OH, buradan da hidrojen. Metil, metakrilat, efre. Sonra mesela ayrı mesela doymamış karbon tuzlarının ayrı reaksiyaları, mesela sus reaksiyaları, daha görə hansı reaksiyaları var? Mesela birləşmə reaksiyaları göstərir, polimerləşmə reaksiyaları göstərir. İndi yazacaq. Mesela birləşmə reaksiyaları. Hidrogenlə birləşə bilir. Təbii ki, burada pir abdəsi qırılır. Sonra məsələn, bromlu suyu rəngsizləşdirir. Doymamış karbon turşuları bromlu suyla daxil olur. Brom özü qırmızı bənövşəyi rəngdədir. Məsələn, akrilik turşusu əlavə etsək, məhlul şəffaf olacaq, rəngsiz olacaq. Belə birləşir. Burada pir abdəsi qırılır. Brom olsun, məsələn, digər halogenlərlə də yəni birləşə bilir. Məsələn, xlor olsun. Üçüncü, halogenik turşularla reaksiyası. Məsələn, H-xlor, H-xlor, H-brom, hidrogen halogenitlərlə reaksiyası. Burada necədir? Bu reaksiya Markov qaydasının əksinə gedir. Nə üçün əksinə gedir? Məsələn, akrilik turşusu deyək ki. Bunun quruluşuna baxsaq, burada oksigen mənfi oksidaşma dərəcəsi göstərir. Elektron mənfi ən böyük oksigen. Elektronu ən çox çəkən nədir? Oksigen. Yəni, məsələn, belə deyək. Hidrogenlə oksigen elektron keçir vəziyyətində. Bu karbon elektronunu verir nədir? Oksigenə. Burada artıq elektronlar necə keçid baş verir? Yəni, elektronlar bu cür axın olur da. Yəni, bunlar keçid buna, düzdürmü? Elektron seli deyək də, bildiniz. Buradan da keçid bu karbona və bu da verir oksigenə. Yəni, bu cür elektronlar keçidi baş verir. Nəyin hesabınadır? Oksigen hesabına. Və ona görə elektron hansına daha çox olar? Hansı karbon, yəni mənfi olar? Bəli, CH. Bu karbon mənfi olar, mənfiləşir. Bu karbon müsbətləşir, yəni nisbətən. Burada elektron daha çox olur. Bildiniz? Yəni təhsin olur burada. Yəni burada elektron keçidi bu cürdür. Ona görə bu təhsin olaraq hidrogen az olan karbon mənfidir, hidrogen çox olan karbon müsbət olur. Və ona görə akrilik turşusu, məsələn, H-xlor ilə reaksiyası necədir? Bu mənfi tərəf, bu da nədir? Müsbət tərəf. Hidrogen, hidrogen.
azalan tərəfə gedir. Xlor mənfidir isə hidrogen çox olan tərəfə gedəcək. Alınacaq nədir? CH2 xlor, CH2 COOH. Bu cür. Digərləri də həmçinin. Məsələn, H-brom. Deməli, alırıq CH2-brom. Bunun adı nədir? 3 brom, misal üçün, propan turşusu. Sonra polimerləşmə reaksiyaları var. Məsələn, akrit turşusunun polimerləşməsi. Nə alım deməli, burada piraptə qırılır. Elektronlar keçir, deyir ki, hərəsi öz tərəfində. Poliakrit turşusu. Məsələn, metakrit turşusunun polimerləşməsi. Bu da piraptə qırılır. Belə. Məsələn, polimetakrit turşusu. Sonra, məsələn, metil metakrilatın polimerləşməsi. Metil metakrilatın polimerləşməsi. Burada da piraptə qırılır. Belə. Polimetil metakrilat. Bu üzvü şişədir. Üzvü şişə. Eşitmişsiniz üzvü şişə. Yaxşı. İndi bu üzvü şişənin monomeridir. Ümumiyyətlə, tez-tez suallar düşür. Məsələn, üzvü şişədə, yəni polimetil metakrilatda neçə karbon sp2-dir, neçə karbon sp3-dür. Ona aid suallar düşür. Hidrogen sayına, məsələn, düşür. Məsələn, neçə karbon sp3 bitirəcəkdir? Bəli. N karbon nədir? sp3'dür. Bir karbon sp2'dir. N karbon sp2'dir. Bəs neçə hidrogen vardı burada? Bəli, 8N hidrogen vardır. Bəs sual düşsə, neçə metilin qrupu vardır? Məsələn, belə sualda olur. Metilin qrupu yəni CH-də. Bir dənədir, N sayda. Neçə metil vardır? 2. Bəli. İndi üzvü şişə baxaq görə harada istifadə olunur. Üzvü şişə. 2 versiz. Məsələn, belə bir əşyalar görürsünüz də. Üzvü şişələr. Məsələn, su qabları var, üzvü şişədən hazırlanmış. Məsələn, telefon qabları deyək ki,
üzvü şüşədən hazırlanır və s. Yəni bunlar üzvü şüşələrdir. Məsələn, müxtəlif əşyalar hazırlanmasında istifadə olunur. Deməli, danışdıq bunları. Məsələn, üzvü şüşəyə aid burada baxarsınız, qaydalar verilib. Və indi biz bugün keçəcəyik bir də əlavə olaraq 2 əsaslı karbon turşları. 2 əsaslı karbon turşları təbii ki, tərkibində 2 karboksil qrup olan üzvü birləşmələrdir. 2 əsaslı karbon turşları hansılardır? Burada deyək, elə oksalat turşusu, sonra malon turşusu, kəhrəba turşusu, adipin turşusu və treftal turşusu. Məsələn, oksalat turşusu olan bitkilər. Versidə hansı bitkilərdir məsələn? Nə deyə bilər? Ispanaqda ola bilər. Düzdürmü? Gecikən. Yəni bu bitkilərin tərkibində nədir? Oksalat turşusu vardır. Kəhrəba. Fikir verirsiniz, kəhrəbadan mumcuqlar hazırlanır. Fikir verirsiniz də, kəhrəba daşı. Yəni bu da, necə deyirlər, yarım qiymətli bəzi əşyalardır. Kəhrəbadan, məsələn, mumcuqlar, təsbehlər və s. Yəni bunlar hazırlanır. Gördüyünüz kimi. Bu kəhrəba turşusu. Məsələn, oksalat turşu zəngin görürsünüz, harada olur dedik. Turşək, məsələn, ispanaqda və s. Yaxşı, adipin turşusu haqqında yəni burada baxa bilərsiniz videoda, yəni internetdən axtara bilərsiniz. 2 əsaslı karbon turşuların alınma üsulları. Biz əslində bunun alınma üsullarını demişik. Necə alınır? Məsələn, asetlenin kalium permanganatla oksalat turşusu alınır. Sikloheksanın oksidaşməsindən nə alınır? Adipin turşusu alınır. Paraksoldan isə nədir? Treftal turşusu alınır. 2 əsaslı karbon turşuları bərk halda olurlar. Bərk halda olurlar, yəni burada qaz maye halda olurlar. Normal şəraitdə bərk halda olurlar. Və 2 əsaslı karbon turşuları 1 əsaslı karbon turşulardan nisbətən qüvvətli turşular sayılır. Yəni, orta qüvvətli turşulardır 2 əsaslı karbon turşuları. Bərk halda molekulyar kristal qurulusu var. Məsələn, oksalat turşusu sirkə turşusundan qüvvətli turşulardır. İndi kimya xassiyəsinə aid. Məsələn, metallarla, əsaslarla bunlar da yazdıq, reaksiyaları vardır. Sonra efirləşmə reaksiyasını misal götürək. Təbii ki, spiritlərlə mürəkkəb efir alınır, oksalat turşusu deyək ki. Turşudan hidroksid, spiritdən hidrogen ayrılır. Mürəkkəb efir alınır. Sonra bunların parçalanması vardır. Məsələn, oksalat turşusu 2 cür parçalanır. 200 dərəcədə parçalanması var. Burada nə alınır? Karbon qazı alınır və nə alına bilər? Birləşir də, düzdürmü? Nə alına bilər uşaqlar? Qarışqa turşusu alınır. 200 dərəcədə. Bir də var qatı sulfat turşusu ilə parçalanması. Qatı sulfat turşusu ilə parçalanmasından isə qatı sulfat turşusu suuducu maddədir, mikroskopik maddədir. Yəni, qatı sulfat su, katalizator harada iştirak edirsə, deməli, orada su ayrılır. Çünki alınan suyu çəkilir. Burada nə alınacaqdır? Karbon qazı,
dəm qazı və su. Belə. Bugünkü dərsimiz bu qədər. Gələn dərs, yenə burada bəzi suallar, izahları var uşaqlar. Yəni, lazım gələrsə faydalanmaq olar. Məsələlər bu mövzuya aid. Stasiyar suallardan da var izahları. Gələn dərs mürəkkəb öpüləri danışacaq.